Dəyərli dostlar, əziz izləyicilər, bir məlumat da sizin diqqətinizə çatdırım. Demək, xatırlayırsa, ötən dəfə mən müharibə veteranı ala bilməyən şəxslərlə bağlı 100-ə yaxın şəxsin məhkəməyə, Konstitusiya Məhkəməsinə müraciət etməyi ilə bağlı danışmışdım və Konstitusiya Məhkəməsi demək, həmin şəxslərin şikayətini dinləyib, qəbul edib və 9 sentyabrda Konstitusiya Məhkəməsində o işə baxılacaq və onlar düşünürlər ki, bu böyük uğurdur, yəqin ki, ədalətli qərar çıxacaq. Hər halda bu mövzu ilə də bağlı demək, Konstitusiya Məhkəməsinə verilib, əziz dostlar, müharibə veteranı statusu ala bilməyənlərin problemləri var. Orada maddələr vardı, mən sizə izah etdim hansı maddə dəyişilib və Konstitusiya Məhkəməsinə müraciət olunub, qəbul olunub. Bu kateqoriyadan olan veteranlar, veteran statusu ala bilməyən şəxslər, müharibə iştirakçıları düşünürlər ki, Konstitusiya Məhkəməsi ədalətli qərar çıxaracaq. Bu barədə də mən yəqin ki, danışmışam. Lazım olarsa növbəti verilişlərin birində də danışarıq. Dəyərli dostlar, əziz izləyicilər, xəbərlər çoxdur. Sadəcə vaxtınızı almaq istəmirəm və icazənizlə mən sizlə sağollaşmaq istəyirəm. Növbəti